Bu il universitetə qəbul olunan ən gənc tələbənin 16, ən yaşlı tələbənin isə 58 yaş var. Aralarında 42 yaş fərqi olan Gülşən Məmmədli və Elbrus Hüseynov sentyabrdan tələbə həyatına başlayacaqlar. Lentaz Azərbaycanın ən gənc və ən yaşlı tələbəsi ilə həmsöhbət olub. 16 yaşlı Gülşən Məmmədli Bakı şəhəri 72 nömrəli məktəb liseyin məzunudur. Məktəbə 5 yaşında gedən Gülşən buraxılış imtahanında 257, qəbul imtahanında isə 364,2 bal toplayıb. Uşaqlıqdan tibb sahəsində təhsil almaq istəyən Gülşən sonradan stomatologiyanı seçib. O, Naxçıvan Dövlət Universitetinin stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olunub. 58 yaşlı Elbrus Hüseynov isə bu il universitetə qəbul olunan ən yaşlı tələbədir. Ali təhsil almaq onun uşaqlıq arzusu olsa da, maddi imkansızlıq səbəbindən bu istəyini uzun illər reallaşdıra bilməyib. 2 il əvvəl kolleci fərqlənmə diplomu ilə bitirən Elbrus Hüseynov həm işləyib, həm də qəbul imtahanına hazırlaşıb. Bu il Azərbaycan Memarlıq və İnşaat Universitetinin Kommunikasiya Sistemləri Mühəndisliyi ixtisasına dövlət sifarişi əsasında qəbul olunub. 7 il mühəndis kimi çalışan Elbrus Hüseynov təhsilinə başlamaq üçün öz ərizəsi ilə işindən ayrılıb. Onun bir oğlu və 3 nəvəsi var. Oğlu da ali təhsillidir və mühəndis kimi çalışır.